Salam təkrar uşaqlar. İndi mətn sınağını izah eləyəcəm, sınaq sualları. Mətnimiz kiber təhlükəsizliyi idi. Hər halda sualları bilmək üçün mətni bir daha oxumaq lazımdır. Oxuyarsınız siz əvvəlcə videonu dayandırıb. İndi davam edək. 51-ci sualda deyir ki, hansı fikirlər mətndəki faktlarla əsaslandırıla bilər? Yəni, buradakı cümlələr mətndə olmalıdır. Yəni, mətndə o haqda məlumat olmalıdır bu cümlələr haqqında. Birincidə deyir ki, dövlət sirri olan məlumatları digər təşkilata və ya onların nümayəndələrinə verənlər, yaxud vermək məqsədi ilə oğurlayanlar məsuliyyətə cəlb olunurlar. Bəli, bu mətndə var. Gəlin baxaq. Bax, deyir ki, qrup Amerikanın müdafiə şirkətlərinin universitetlərinə, hərbi baza şəbəkələrinə, burada münaqişə yox, müdaxilə olmalıydı. Müdaxilə edərək toplanmış məlumatları Sovet DTK-ya satır. Ona da rəhbərlik eləyən bu Markus Hess olur və 90-cı ilin fevralın 15-də casusluqda ittiham olunur. Yəni məsuliyyətə cəlb olunur da, cinayətdir bu. Ona görə bu təsdiqin tapmış bir şeydir. Bunu doğru götürəcəyik. Pilusu qoyaq. Sonra 20-ci əsrin 70-ci illərində kompüter aləmində ağır hədələr mövcud olduğundan təhlükəsizlik tədbirləri artmağa başladı. Bu yanlışdır. Niyə yanlışdır? Gəlin sizə göstərim. Burada deyir ki, baxın, 70-80-ci illərdə ciddi kompüter təhdidləri yox idi. Çünki kompüterlər və internet əldə çox inkişaf edirdi. Yəni, nə isə də bizə deyir ki, ciddi təhdid yox idi. Amma burada nə deyir? Deyir, təhdidlər var idi. Qutardı. Bu deməli səhvdir, getdi. Sonra, insan, heyvan və bitkilərdə virusların artması texnologiyanın müxtəlif istiqamətlərdə inkişafına zəmin yaradır. Yanlışdır. Burada kompüter viruslarından danışır mətndə. Bu, təbii viruslardan danışmır. Heyvan, bitki falan. Bunlardan danışmır. Sonra, əvvəla biz təbii ki, çıxdaş eləməliyik. 1 varsa, 2-3 yoxdursa, bunları çıxanda, 2-3'ü çıxanda zaten variantımız qalır. Amma yenə də izahını verək. 4-cü nə deyir? Təcrübi məqsəd daşıyan bəzi məsələlər sonradan təhlükəli vəziyyət alır və ona qarşı mübarizə tədbirlərinin yaranmasına səbəb olur. Bəli, baxın, burada ilk dəfə eksperimental məqsədilə burada proqram var, Creeper var. Baxın, bu yaradılır, 71-də yaradılır. İlk nümunələrindən biri olur kompüter şəbəkəsinə hücumun. Deməli, bu, baxın, deyir, eksperimental xarakter daşıyırdı. Heç bir zərərli yük ehtiva etmirdi. Amma sonradan, baxın, sonraki proqram olan Reaper, deməli, Tomlinson tərəfindən yaradılır və Creeper'i məhv eləmək üçün istifadə edilib. Deməli, bu Creeper artıq təhlükəli vəziyyət alıb. Yəni, əvvəl təhlükə yaratmırdı da. Yəni, deyir ki, zərərli yük ehtiva etmirdi. Sonradan təhlükəli vəziyyət alıb və yeni bir proqram yaradıblar, Reaper. O, artıq Creeper'i məhv eləmək üçün olub. Yəni, bu da onu təsdiq eləyir ki, təcrübi məqsəd daşıyan bəzi məsələlər sonradan təhlükəli vəziyyət alır və ona qarşı mübarizə tədbirlərinin yaranmasına səbəb olur. Bu da doğrudur. Sonra, proqramlardan istifadə zamanı zəif müdafiə sisteminin olması kompüterdə risklərin yaranması üçün səbəb ola bilər. Bu da doğrudur. Niyə? Baxın, burada deyir, işlətdiyimiz proqramlarda tapılması mümkün ola biləcək zəif müdafiə və səhvlər, sistemə yerləşdirilmiş ola biləcək arxa qapılar falan filan, neysə. Və deyir ki, nədir? Yalan cəhdlər, istifadəçi səhvləri bunu örnəkdir də, yəni bu problemlərin yaranmasına. Əvvəldə çünki deyir axı, yaşadığımız dövrdə kompüter istifadəsindən qaynaqlanan təhlükələr müxtəlif şəkillərdə ortaya çıxır. Bunu da burada başlayır izah eləməyə. Yəni, nələr səbəb ola bilir buna? Nəysə, bu da doğrudur ona görə. Cəmiyyət üçün təhlükə yaradacaq məqamların məqsədli şəkildə yayılması inandırıcı deyil. Baxın, burada deyir ki, qrup Amerikanın müdafiə şirkətlərinə, universitetlərinə, hərbi baza şəbəkələrinə müdaxilə edərək toplanan məlumatları Sovet DTK-ya satır. Satırsa məqsədli şəkildə satır da. Baxın, hətta deyir ki, 86-nın sentyabrından 87-nin iyununa qədər bu qrup Alman hacker kiber casusluqla bağlı ilk sənədləşdirilmiş hadisəni həyata keçirir. Yəni, bu məqsədli şəkildə olan bir şeydir. Niyə məqsədsiz olsun? Ona görə bu da səhvdir. Cavabımız olur 1, 4, 5, C variantı. Keçək 52-ci suala. Baxın, deyir ki, mətnə əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışı seçməliyik. O zaman uyğunluq bərpa olmuş olur. Bob Thomas tərəfindən BBN-də yazılmış proqram təhlükəsizlik sahəsinin tarixində ilk və əsas məqamlardan oldu. Baxaq mətnə. Burada səhvdir o fikir. Niyə? Çünki orada ilk məqam Willis Warren təşkil etdiyi sessiya olur. Baxın, deyir ki,
67-ci ilin aprel ayında Uillis Varın təşkil etdiyi sessiya və Uillis hesabatının sonradan nəşri kompüter təhlükəsizliyi sayəsində deməli sahəsinin tarixində təməl məqamları oldu. Görürsüz, təməl. Yəni ilkin məqam bu idi, Uillis Varınki. Yəni bu Bob Thomas'ınki deyil, bu səhvdir. Çünki burada ilk deyir, ilk olması səhvdir. Sonra 1980-ci illərdə bir qrup hacker öz xalqına mənsub məlumatları xarici qüvvələrə sataraq ciddi maliyyə əldə etmişdilər. Baxaq buna. Baxın, bu məsələdən danışır. Deyir, qrup, baxın, Amerikanın müdafiə şirkətlərinə, universitetlərinə, hərbi baza şəbəkələrdə müdaxilə edərək toplamış məlumatları Sovet DTK-ya satır. Bu qrup uşaqlar əvvəlki cümlədə deyir ki, 86-cı ilin sentyabrından 87-ci ilin iyununa qədər bir qrup Alman hacker, uşaqlar Alman olurlar bunlar. Almanlar Amerikanların şirkətlərinə, universitetlərinə falan müdaxilə edir, satır Sovetə. Alman, elə bir Amerikan məlumatlarını Sovetə satır. Yəni öz xalqınınkini yox, Amerikanınkini. Bu da ona görə olur səhv. Getdik nəyə? Üçüncüyə. Burada baxın, deyir 70-80-ci illərdə kompüter sahəsi inkişaf etdiyi üçün təhlükəsizlik tədbirlərini aşkar etmək mümkün olurdu. Baxın, mətnə qaydaq yenə. Deyir ki, 70-80-ci illərdə ciddi kompüter təhdidləri yox idi. Çünki kompüterlər və internet hələ də inkişaf edirdi və təhlükəsizlik təhdidləri asanlıqla müəyyən edilirdi. Aydındır, yəni inkişaf edirdi. Bu da doğru fikirdir. Gəldik nəyə? Təhlükəli proqramlardan ilk illərdə gəlir əldə etmək üçün istifadə olunurdu. Uşaqlar, bu yanlışdır. Çünki ilk illərdə gəlir demir. Gəlin baxaq mətndə. Deyir ki, bax, zərərli proqramlar və şəbəkə pozuntuları ilk illərdə hərəkətdə olsa da, onlardan maliyyə mənfəəti üçün istifadə etmədilər. Yəni, pul üçün istifadə etmədilər ilk illərdə. Aha. Gəlir əldə etmək üçün istifadə olunurdu. Yanlış fikirdir. Oy, pozana keçdi bu. Dəqiqə. Hə. Deməli. Bu yanlışdır. İndi yanlışdan yanlışı doğrudan doğrunu seçməliyik. Burada da ona görə bir dənə doğrunun altında doğrumuz yoxdur deyə 1, 2 gedir. Buradan da 3'ü götürə bilmərik çünki yanlışın altındadır. Bir dənə 4'ü götürə bilirik. Cavabımız olur B variantı. Keçək öbür suala. Aha. Deyir ki, hansı nümunələrdə fərqləndirilən söz mətndə altından xətt çəkilən sözün mənasına uyğundur? Mətndə altından xətt çəkilən sözümüz hansıdır? Burada müdaxilə etmək sözünə bax, buradan quş qoyuram ki, görəsiz. Bax, bu sözdür. Görürsünüz, altından xətt çəkilib. Aha. Burada deyir ki, o sözün mənasına uyğun gəlir. Əvvəla mətndə mənasını da oxuyaq. Deyir ki, burada artan əlaqə ilə kompüter virusları və şəbəkəyə müdaxilə etmək artdı. Aha. Bir saatdan bəri sükut içində oturmuş ulduz tutqun bir səslə söhbətə qarışdı. Söhbətə müdaxilə etdi. Deyə bilirik də, düzdür. Aha. Deməli, bunu götürürəm. Sonra, biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir küçələrin tozunu havaya savurur, göydən başımıza torpaq yağırdı. Biz şəhərə müdaxilə etdiyimiz zaman deyə bilərik. Nə əlaqə? Yox, olmur. Hər işə soxulmaq uşaqlıqdan Fizzənin adəti olduğundan heç kim ona əhəmiyyət vermirdi. Hər işə soxulmaq, hər işə müdaxilə etmək. Yəni, müdaxilə etmək qarışmaq deməkdir. Yəni, bir işə daxil olmaq, yəni başqasının işinə qarışmaq, o deyir, burnunu soxmaq, o belə şeylər sayılır. Aha, ona görə burada da var. Hər işə soxulmaq, hər işə müdaxilə etmək olar. Tamam. O dəqiqə sözü qoyun həmin sözün yerinə. Görün, uyğunlaşır. Yeni adamlar bir-birinə qarışıb gəzməyə, oynamağa, söhbət etməyə başladılar. Yeni adamlar bir-birinə qarışıb yox, bir-birinə müdaxilə edib deyə bilərsiniz. Yox, təbii ki olmaz. Ona görə bunu götürmürük. Bir-birinə müdaxilə edib alınmaz. Aha. Ağası mırıldana əyildi, açılmış kağızı qatlayıb onun qoynuna dürtdü, onun qoynuna müdaxilə etdi. Olmaz. Müdaxilə qarışmaq deməkdir. Amma buradakı qarışmağı deyənmərik. Buradakı qarışmaq bilirsiniz nədir? Yəni, hamı bir-birinə qarışır, belə qatma qarışıq vəziyyətdə. Ondan söhbət gedir. Müdaxilə eləmək, bir şeyə daxil olmaq. Yəni, elə bir sənin orada yerin yoxdur, sən orada daxil olursan. Girirsən, söhbətin ortasına falan girirsən. Budur müdaxilə eləmək. Yəni, burada o mənanı vermir. Ona görə cavabımız olur 1-3 Y variantı. Sonra, 54-cü sual. Kiber təhlükəsizliyi bu illərdən etibarən kompüter bazarında pullu xidmət kimi fəaliyyətə başladı. Cümləsi ilə mətnin neçənci abzasını genişləndirmək olar. Bunu baxın, hara yazmaq olar. Gəlin göstərim mətndə.
Deməli, aha. Deyir ki, 1970-ci illərin ikinci yarısında IBM kimi qurulan kompüter firmaları kommersiya girişinə nəzarət sistemləri və kompüter təhlükəsizliyi proqram məhsulları təklif etməyə başladılar. Uşaqlar təklif etməyə başlayırsa bunu pulla təklif edir. Burada bir də açar sözümüz kommersiya sözüdür. Kommersiya uşaqlar ticari əməliyyatdır, gəlir əldə etmək üçün olan bir əməliyyatdır. Ona görə bunu bu abzasa yaza bilərik. Baxaq görək neçənci abzasdır. Bu 1-dirsə, bu 2-dirsə, bu 3-dürsə, bu da 4-cü abzasdır. Həmin cümlədə fikir versiniz 4-də, çünki bu artıq 5-ci abzas olur. Ona görə 4-cü abzasa yaza bilərik uşaqlar. Cavabımız olur 4-cü söz, Rum rəqəmi ilə. Sonra 55-ci sual. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Bir də uşaqlar sizə açar söz deyəcəm yenə. Burada 2 açar sözüm olacaq. Birini indi deyirəm. Bir də yenə deyəcəm bir açar söz. Onları mənə dərsdə cavab verərsiniz. Bu təbii ki, hazırlıq keçdiyim qrupa şamil olunur. Onlardan soruşacağım ki, bilim videoya baxıblar ya yox. Açar sözüm kompüter sözüdür. Bu birinci açar sözümdür. Davam edək. Deyir ki, Bob Thomas'ın yaratdığı Creeper kompüter qurdu. Kompüter şəbəkə tarixində ilk zərərli hücumlardan hesab olunur. Bu yanlışdır. Niyə? Çünki mətndə baxın, bir daha deyim sizə. Deyir ki, ilk dəfə yaranmışdı. Baxın, nə deyir? Bob Thomas tərəfindən BBN-də yazılmış Creeper kompüter qurdudur. Eksperimental xarakter daşıyırdı və heç bir zərərli yük ehtiva etmirdi. Yəni, kompüter şəbəkəsinə hücumun ilk nümunələrindəndir. Bəli, amma uşaqlar zərərli mahiyyət daşımırdı da. Yəni, zərərli hücum deyildi. Ona görə bu səhvdir. Sonra 80-ci illərdə artıq bəzi kompüter qurtlarının internet vasitəsilə yayılmağa başlaması media gündəmini zəbt etdi. Bu da uşaqlar axırıncı cümlədə var. Gəlin baxaq. Deyir ki, 88-ci ildə Morris qurdu adlanan ilk kompüter qurtlarından biri internet vasitəsilə yayıldı. Bu isə ciddi şəkildə medianın diqqətini çəkdi. Ona görə bunu da doğru sayırıq. Hətta bunu doğru sayırıq. Birinci səhv idi. Sonra elə çıxdaş eləsək, biri çıxsaq, 2-ni salsaq, görək hələ əlimizdə nə qalır. Biri çıxaq, 2-ni salaq. Variantımız çıxır zaten ortaya. Amma yenə də hər birinin izahına baxaq. İstifadəçilərin yanlış cəhdi və səhvlər risklərin artmasına səbəb oldu. Baxın, deməli, bunu dedik, burada artmasına səbəb olur. Bu doğrudur. Niyə artmasına səbəb olur? Çünki, bax, deyir ki, yaşadığımız dövrdə kompüter istifadəsindən qaynaqlanan təhlükələr müxtəlif şəkillərdə ortaya çıxır. Baxın, bu cümləni oxuyuram. Və deyir, işlətdiyimiz proqramlarda tapılması mümkün ola biləcək zəif müdafiə və səhvlər, sistemə yerləşdirilmiş ola biləcək arxa qapılar, zərər vermə məqsədlə yazılmış virus və bənzər proqramlar, pis niyyətli kəslərin edə biləcəyi birbaşa dolayı hücumlar və yalan cəhdləri, istifadəçi səhvləri buna örnəkdir. Yəni, istifadəçilərin də səhvi buna aid ola bilir. Bu belə. Sonra deyir ki, 70-ci illərdə yaradılan Reaper proqramı eksperimental xarakter daşıyan virusu məhv etmək üçün nəzərdə tutulub. Bəli, bunu bayaq da dedik. Creeper'i məhv etmək üçün idi. Sonra təhlükəsizliyin, kiber təhlükəsizliyin təməli Ray Tomlinson adı ilə bağlıdır. Xeyr, Willis Warren. Bayaq da dediyimiz kimi. Baxın, əvvəldə deyir ki, Willis Warren təşkil etdiyi sessiya təməl məqamlardan oldu. Ona görə təbii ki, cavabımız oldu 2, 3, 4. Baxaq 56-ya. Məlumat və materialları əvvəla şərtə fikir verin. Nə deyir? Mətnə əsasən cədvəli tamamlayın. Müddaamız və faktımız. Müddua və faktın izahatını verin uşaqlar. Müddua dedik ümumi olandır. Fakt onu təsdiqləyəndir. Fakt daha xüsusidir. Deyir, məlumat və materialları başqa dövlətə vermək üçün gizli surətdə toplamaq və ya yaymaq cinayətdir. Bəli, hansı faktla təsdiqlənir? Gəlin baxaq. Burada deyir ki, 90-cı ilin hansı ki, Amerika müdafiə şirkətlərinə daxil olur, Alman hakerlər var, hackerlar. Daxil olur, Sovetə satırlar. Başçılıq edən kim idi? Markus Hess. Nə olur? Onun başına nə gəlir? 90-cı il fevralın 15-də casusluqda ittiham edilir. Yəni, İttiham edilir, nə olur? Artıq məsuliyyətə cəlb olunur da. Cinayət sayılır ki, məsuliyyətə cəlb edirlər. Ona görə bunu yaza bilərik fakt olaraq, açıq sual olaraq. O 90-cı il olanı. 90-cı il, həmin o cümləni yaza bilərsiniz. İkinci nə deyir? Kompüterdəki təhlükəsizlik problemləri sadəcə texniki səbəblərdən baş vermir. Bəli, bunu da bayaq gördüyünüz kimi
Ancaq texniki olmur. Deyir ki, zəif müdafiə və səhvlər ola bilər, sistemə yerləşdirilmiş ola biləcək arxa qapılar, nə bilim, virusa bənzər proqramlar, pis niyyətli insanların edə biləcəyi birbaşa dolayı hücumlar, həmçinin istifadəçi səhvləri də buna örnəkdir. Elə bir nəyi nəzərdə tutur uşaqlar? Bax, həmin o cümləni yazasınız bura. Nəyi nəzərdə tutur? Məsələn, telefona girirsən, pin kodu bir neçə dəfə səhv yığırsan. Artıq o problem yaradır da. Yəni, ancaq texniki səbəbdən olmur. Aha. Sonra keçək 57-yə. Kursivlə verilən cümlələrdə uyğun düzəliş etməli cümləni təzədən yazın. Yəni, sözün biri səhvdir, o sözü oradan çıxardasan, cümləni təzədən yazasın. Baxaq kursivlə verilən cümlələrə. Uşaqlar, kursiv bu əyri verilənlər deyir. Deyir ki, zərərli proqramlar şəbəkə pozuntuları ilk illərdə hərəkətdə olsa da, onlardan maliyyə mənfəət üçün istifadə etmədilər. Aşağılar, hərəkətdə olsa da nədir? Proqram hərəkətdə olmaq nə deməkdir? Proqram mövcud ola bilər də, müəyyən olsa da ola bilər. Hərəkətdə olmaq burada qüsurlu sözümüzdür. Bunu silib yerinə yazasınız mövcud olmaq, müəyyən olsa da bu tipdə. Bir də ikinci var burada. İkinci də budur, bax. Qrup Amerika müdafiə şirkətlərinin, universitetlərinin, hərbi bazı şəbəkələrini münaqişə edərək, yox, müdaxilə edərək toplanmış məlumatları Sovet DTK-ya satdı. Münaqişə etmək, dalaşmaq deməkdir. Şəbəkəyə nəyinə dalaşacaq? Şəbəkəyə girir, daxil olur, müdaxilə edir. Elə bir kompüterdə oynayırsınız ki, qəfildən görürsünüz, ekran gedir. Kimsə oradan, məsələn, ola bilər ki, müdaxilə edir kompüter bizə. Çox vaxtda məsələn bizdə mesajlara gəlir telefona. Məsələn mən görürəm ki, məsələn telefonumun eyni hesabı planşetdə də açıram. Aha, mənim telefonuma mesaj gəlir ki, aha sizin telefonunuza, hesabınıza başqa cihazdan giriş oldu, müdaxilə edildi yəni. Budur müdaxilə. Sonra bu həmin cümlələri yazırsınız bura yəni. İkincidə də münaqişə etmək yerinə müdaxilə etmək. Bura yazırsınız. 58-də nə deyir? Nöqtələrin yerinə məzmuna uyğun fikir yazıb cümləni tamamlayın. Nöqtələr deyəndə uşaqlar bunu deyir, bax, 2000-ci illərdə bunu tamamlamalısınız. Məsələn, yazmaq olar ki, viruslarla mübarizə üçün artıq geniş miqyaslı fəaliyyətə başlanıldı. Kiber təhlükəsizlik sahəsi sürətlə inkişaf elədi. Yəni, bu tipli cümlələri yaza bilərsiniz burada. Çünki burada çətin olsa da 2000-ci ildə yəni bunun əksi bir şey olmalıdır da. Yəni, artıq qarşısını almaq, məsələn, mümkün oldu. Belə cümlələr yaza bilərsiniz. Keçək digərinə, deməli 59. Aha, mətnin məzmununu nəzərə alaraq hansı abzasların yerində isə mətnin tərkib hissələri arasında uyğunsuzluq aradan qalxar. Aha. Deməli, gəlin baxaq. Burada hansı olar mətndə? Uşaqlar, burada əslində hansı olar? Əvvəla abzas darayıraq. Bu 6-cı abzası idi. Deməli, bu 7, bu da 8. Aha. Bax, burada yazır 6-cı abzasda nə görürsünüz? 86-cı ildən danışır da. 86, 87-də bu oldu. Sonra 7-ci abzasda deyir yaşadığımız dövr. Sonra 8-ci abzasda deyir 88-ci ildə Morris qurdu adlanan ilk kompüter qurtlarından biri, nə bilim, internet vasitəsilə yayıldı. Məntiqsizlik var da burada. Birinci biz 86-dan sonra 88-i ver, sonra yaşadığımız dövrü ver. Yəni burada bunların yeri dəysə, 7 ilə 8-in yeri dəysə, hər şey qaydasında olar. Yəni cavabım burada uşaqlar 7-8 olmalıydı. Sonra aha 60. Problem nədir mətndə? Virusların yayılmasının artması, kompüter qurtlarının yəni bu problem olur. Və problemin həlli yolu nədir? Buna dair, yəni bunun qarşısını almaq üçün proqramlar yaranır, virus əleyhinə proqramlar. Bəs həlli üçün ilk addım nə olur? Həlli üçün ilk addım bayaq da dediyimiz kimi Ulis varın təşkil etdiyi sessiya və Ulis hesabatının sonradan nəşri kompüter təhlükəsizliyi sahəsində tarixində təməl məqamlardan olur. Yəni ilk məqam olur. Bunu yaza bilərsiniz. Bu qədər uşaqlar, ümid edirəm ki, sizin üçün faydalı oldu. Bir də deyim ki, bizim ikinci mesajımız virus sözü idi. Bunu mütləq sizdə dərsdən soruşacağım ki, görün videoya baxmısınız ya yox. Hələlik görüşənədək Allah'a əmanət olun.